Hər kəsin onu digərlərindən fərqləndirən bir xüsusiyyəti olur. Bu xüsusiyyət bəzən heyranlıq doğurur, bəzən isə qısqanclıq. Bəs insanlar sizdə ən çox nəyi qısqanır? İnsanların səndə ən çox qısqandığı şey nədir? Nəyi qısqanırlar məsələn? No. Vay. Abi geldiler abi. İnsanlar səndən çox qısqandığı şey nədir? Məndə? Hə, nəyi qısqanırlar ki, ayda məsələn, sən nə qəşəng gözlərin var belə. Məsəl üçün. Bilmirəm, soruşmuram kimsədən yəni. Nə qısqanır? Bəlkə dostlarından soruşaq. Soruşun. Uşağın qısqanması nəyi var? Nəyin qısqanardınız məsələn? Heç deməyiblər sənə ki, məsələn, nə qəşəng yaponlara oxşayan gözün var, məsəl üçün. Deyən Nə bilim, yəni desə də yadımda qalmaz. İnsanlar sizdə ən çox nəyi qısqanır? Pozitiv olmamı, nə bilim, sosial olmağımı yəqin ki. Bir də təhsillə bağlı, üçüncü təhsilimi alıram. Səndə ən çox qısqandıqları şey nədir ki, sənin məsələn bu şeyi qısqanırıq deyirlər? Məsələn, boyun uzun olmağın qısqanmırlar ki, heç bax görsən necə boy uzundur. Ola bilər. Heç deyən olmayıb ki, məsələn, maşallah sən qəşəng dişlərin var, belə qısqanıram belə. Yox, qısqanmaq deməyiblər, amma komplimentlər olub. İnsanlar məsələn, məndə ən çox qısqandığı şeylərdən biri burnumdur. Burnum estetiksiz qəşəngdir maşallah, bunu çox qısqanırlar. Burnuma geliyordu. Salak mısın ya? Estetik burnum ya. Topunuzu gətirmişəm bura qədər. İnsanların səndə ən çox qısqandığı şey nədir? Yüzümün gülməyə, xoşbəxt olmaq. Xoşbəxtliyin. Yok ya. Allah. Vay be. İnsanların səndə ən çox qısqandığı şey nə ola bilər? Nədir? Nəm səmimiyyətim. Hə, insan deyirsən ki, səmimiyəm mən. Ha, Amma sən mənə deyirdin ki, gəlmə çəkməyə. Budur səmimi. hoş gəldin, çəkdin də indi. Gözünə etiraz eləmədim. İnsanların səndə ən çox qısqandığı şey nədir? Bəlkə də uzun boy ola bilər. Uzun boyluğun. İnsanlar səndə ən çox qısqandığı şey nədir? Nə ola bilər? Bilmirəm valla. Ondan sonra şuna bir də. Məsələn də sən yaxşı soruşam, dostunda nəyin qısqanarsan ki, məsələn də çox əzimlidir ya çox yaxşı dostları var, çox qısqanıram. Qəlbində deyir, həsədin zərrəsi olan cənnətə daxil ola bilməyəcək. Pis mənada qısqanmaq deməyək də indi. Qısqanmaq pis mənada.